Deməli, biz sizinlə fayl home və insert tablarına baxmışdıq. İndi danışacağım dizayn tabından. Dizayn tabı ümumiyyətlə sənədə müəyyən görünüşü ilə bağlı dizaynlar vermək üçün istifadə olunur. Misal üçün, burada müəyyən dizaynlar var. Home-a daxil olsam, home tabında burada başlıqlar var idi. Misal üçün, bunu seçib bu başlıqları vursam, baxın, müəyyən formada əks olunacaq başlıq mətni. Amma dizayn tabında dizayna gəlsəm, yəni bu başlıqlar home-daydı. Bir də dizaynda müəyyən başlıqlar var. Müəyyən görünüşdə bunları yerinə yetirə bilərəm. Bir də burada tema hissəsi var. Yəni sənəddən belə deyək də, bu formada müəyyən temalar yerləşdirə bilərəm. Baxın, bunların hər hansısa birini götürüb yerləşdirə bilərəm. Bu belə. Burada geniş danışacağım. İndi burada color hissəsi var, font var. Yəni rəngidir, nə bilim, font, şriftin hansı formada olmağını istəyirsinizsə, yəni mətndə. Buradan seçə bilərsiniz mətnin rəngi, bir də şriftin. Və buradan dəyişmək mümkündür. Və buradan gəlib belə deyim, set as default eləsəz təsdiqlənəcək. Yəni təsdiqlənəcək ki, sizin belə deyim, mətniniz hansısa dizaynda olsun. Burada geniş danışacağam nədən? Bax, bu hissədən. Bu hissə bu page background hissəsi, yəni səhifənin arxa fonu hissəsidir ki, bunu əsasən testlərdə necə düşür və imtahana da düşə bilər ki, bu hissəni kəsir və salır. Deyir, bu hansı taba aiddir? Sən deyirsiniz ki, bu hissə aiddir dizayn tabına. Yəni, harada öyrənirik bu hissəni? Dizayn tabında. İndi gəlin görək bu nə deməkdir? Watermark bu su nişanı mənasını verir tərcümədə. Səhifənin arxa fonuna istəsəm bu formada mətnləri əlavə eləyə bilərəm. İndi bu bizə Word-ün təqdim etdiyi mətnlərdir. İstəsəm bu formada və yaxud da daxil olaram buradan custom watermark var. Buradan bu hissədən ya picture şəkil əlavə eləyə bilərəm arxa fona və yaxud da gəlsəm text hissəsindən mətn əlavə eləyə bilərəm. İndi gəlin biz şəkil əlavə edək. Buradan picture olan hissəni seçdim. Deyir ki, select picture. Buradan bu kompüterin daxilində olanlardır. From a file, kompüterin daxilində olan fayllardır. Bing image search bu internetdən istəsəm yerləşdirə bilərəm. OneDrive-da öz belə deyək, OneDrive hesabımızdan daxil ola bilərik. Burada indi mən kompüterin daxilində olan şəkillərdən seçəcəm, ikonlardan seçəcəm hətta. Burada məsəl üçün bunu seçsəm, bu hissəni seçsəm, insert eləyirəm. Baxın, burada deyir ki, ölçüsünü təyin elə. Hardasa bunu götürəcəm 60% götürəcəm ölçüsün. Burada da was showed, bu hissə nədir? Bunu götürsəm, əgər bu işarə qalsa burada, arxa fon biraz solğun olacaq həmin şəkil. Yox, əgər bu işarəni götürsəm, arxa fondakı şəkil müəyyən qədər nəzərə çarpan olacaq. Yəni tünd olacaq. Heç nə, gəlirəm bu formada OK vurdum. Baxın, arxa fona belə bir şəkil düşdü. Baxın, bu formada bir şəkil düşdü. İndi mən əgər istəsəm, bura şəkil yox, mətn də yerləşdirə bilərəm. Mətn yerləşdirmək istəsəm, daxil oluram bura, yenə custom watermark hissəsinə daxil oldum. Artıq burada picture-ni yox, gəlirəm text hissəsini seçirəm. Text hissəsində də, baxın, burada language, dil hissəsi var. Bunu Azərbaycan dilində eləsək, yəni Azərbaycan latın dilində eləsək daha doğru olar. Yoxsa əks halda yazdığım sözlər ingilis dilində düşəcək ora. İndi mətn olaraq tutaq ki, yazıram ki, baxın, bunu yazdım. Burada ölçüsünü dəyişməyəcəm, fontunu dəyişə bilərəm. Sonra color, rəngini dəyişə bilərəm. Olsun, nə rəng olsun. Tutaq ki, bu rəngdə olsun. Sonra diagonal yoxsa horizontal olmasını seçə bilərəm. Ölçüsünü heç nə eləməyəcəm. Çünki avtomatik mətndə ölçü özü tənzimlənir. İndi OK vursam, baxın bu formada. Bu formada belə bir arxa fona yazını əlavə etdi. Əgər yazının daha tünd olmasını istəyirəmsə, daxil olacam bura, yenə bu hissəyə.
custom watermark hissəsinə. Baxın, burada bu işarəni götürəcəm. OK vuracam. Bu yazı biraz daha rəngli formatda oldu. Deməli, buradan öyrəndik nə? Arxa fona şəkil əlavə etməyi də öyrəndik. Səhifənin arxa fonuna. Şəkil əlavə etməyi də öyrəndik. Picture hissəsindən, text hissəsindən də arxa fona mətn əlavə etməyi öyrəndik. Əgər mən bu arxa fondakı şəkili, mətni ləğv eləmək istəyirəmsə, daxil oluram bura. Daxil olduqdan sonra burada remove watermark var. Buradan ləğv eləyirəm və salam, getdi. Yəni silirəm. Arxa fona nə əlavə etmişdimsə, onu silirəm. İndi burada nə var? Page color var. Səhifənin arxa fon rəngi var. Baxın, burada daxil olub səhifənin arxa fon rəngini seçə bilərəm. Tutaq ki, bunu seçdim. Ancaq silmək istəsəm, gəlirəm no color hissəsinə, yəni rəngsiz olur. Adi ağ formatda olur, silinir. Bundan əlavə burada nə var? More color hissəsinə daxil olsam, baxın, burada əlavə rənglər var. Yəni, istəsəm bu rənglərdən də seçə bilərəm. Bundan əlavə page color hissəsində bir də fill effect var. Bura daxil olsam, tekstura var. Qradientdən yenə müəyyən formada seçə bilərəm mətnin rənglərini. Burada tekstura hissəsində, baxın, bu formada belə deyək də, naxışlar var. Baxın, sanki naxışlardır bunlar. Məsələn, bunu seçsəm, OK eləsəm, belə formada bir tekstura oldu. Mətnimin arxa fonu. İndi bunu silmək üçün no color eləyəcəm, gedəcək. Baxın, yəni bu formada buradan fill effect hissəsindən bunları əlavə eləyə bilərsiniz. Yenə burada picture hissəsi var. Yenə select picture-yə daxil olsam, baxın, bayaqki kimi from a file hissəsi açıldı. Yəni Bing Image Search bu internetdəndir. Bu da Drive, OneDrive-dan. Yəni bu formada buradan da sənədin arxa fonuna şəkillər yerləşdirə bilərsiniz. Bundan eyni şeydir. Yəni, watermark hissəsində olandan eynidir. İndi buradan danışdıq. Page background hissəsi dedim, nə hissəsidir? Səhifənin arxa fonudur. Document formatting bu sənədin ümumi formatıdır bu hissələr. Sənədi ümumi hansı formatda etmək istəsəm. Bu isə page background hissəsi səhifənin arxa fonudur. Deməli, watermark hissəsindən danışdıq, page color hissəsindən danışdıq. İndi danışaq buradan. Page borders hissəsindən. Page borders nədir? Burada yenə sənədimə belə deyək də, əlavə kənarlarına, nə bilim, müəyyən görünüşlər əlavə eləyə bilərəm. Misal üçün, buradan nəyi seçək? Bir rəng olaraq bunu seçsək, hər hansısa bir, tutaq ki, qırmızı rəngi seçdim. Buradan ölçü olaraq, yəni qalınlıq, xəttim qalın olsun, nazik olsun. Tutaq ki, qalın seçsəm, bir də buradan müəyyən, belə deyək, görüntülər var. Uşaqlar üçündür əsasən təsvir incəsənət formasında. Yəni, hansını istəsəm seçə bilərəm. İndi buradan heç nə seçməyəcəm. Bunu OK eləsəm, eləsəm olmadı, bircə dəqiqə. Hə, mən buradan bunu seçmişdim. Yəni, heç nə olmayanı seçmişəm. Baxın, bu hissəni seçsək, buradan gəlim hansı formada istəyirəmsə, bu forma qalsın. Buradan xəttin rəngini yenə seçək. Buradan da bu qalsın bu formada. İndi bunu OK eləsəm, baxın bu formada görüntü əlavə elədim. İndi burada belə bir hissə var. Baxın, bura daxil olanda, page borders hissəsinə daxil olanda, borders and shading, shadow yəni, belə bir hissə var. Bunu biz bir də, məsələn, testlərdən çox belə bir sual düşür. Bu hissəni bir də aça bilərik home tabından. Yəni, home tabına daxil olacam. Home tabında, baxın, paragraf qrupundan, bax, buradan, borders and shading hissəsinə daxil ola bilərəm. Yəni, deməli, bu hissəyə sual düşsə ki, hardan daxil ola bilərik? Bir dizaynda page borders hissəsindən, borders and shading
hissəsi, bir də istəsəm Home-dan, paraqraf qrupundan daxil ola bilərəm. Hələlik dizayn haqqında da bu qədər. Yenidən növbəti layoutdur, referensdir. Bunlar haqqında video çəkib yerləşdirəcəm. Mailing hissəsindən çox da düşmür, yəni ehtiyac deyil. Sonra review view'dan danışarıq.